Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev və Azərbaycan tarixi referat yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunan tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, rayon İcra Hakimiyyəti başçısının müavinləri Könül Axundova, Fuad Cəbrailov, rayonun təhsil müəssisələrinin rəhbərləri, məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova qeyd edib ki, şagirdlər arasında böyük maraq doğuran Heydər Əliyev və Azərbaycan tarixi adlı referat yazı müsabiqəsini hər kəs böyük səbirsizliklə gözləyir. Çünki Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasındakı misilsiz fəaliyyətinin və tariximizin şagirdlər tərəfindən daha dərindən araşdırılaraq öyrənilməsində bu müsabiqənin tövhəsi böyükdür. Könül Axundova bildirib ki, müsabiqənin ilkin mərhələsində rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə təxminən 2 həftə ərzində 300-ə yaxın şagird məqalə hazırlayıb. Həmin məqalələr tarix müəllimlərindən ibarət komissiya tərəfindən tam konfidensiallıq və şəffaflıq qorunaraq yoxlanılıb. Nəticədə 12 şagird rayon mərhələsinə keçid alıb. Təqdimatlardan və bədii hissədən sonra Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlər arasında tariximizə, tarixi şəxsiyyətlərə diqqət və marağı artırmaq, onlarda elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. Sonda keçirilən referat yazı müsabiqəsinin rayon mərhələsində fərqlənən şagirdlər rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub və mükafatlandırılıblar.